Hər birinizi salamlayıram. Bugün sizlərlə bölüşəcəyim müasir dövrün aktual problemlərindən olan haşala problemidir. Belə ki, haşala problemini genetiklər daha çox araşdırır. Bu nəinki ginekologiyada, tibbin çox sahələrində haşala müayinələri olar və bəzi uyğunluqlara qarşı xüsusi müalicə yöntəmləri icra olunar. Belə ki, əgər ginekoloji aspektdən biz desək, əgər cütlük 2 il müddətində evlidirsə, qarşıda müayinələr olubsa, heç bir problemləri yoxdursa, uşaq olmuşsa, mütləq genetika başvurmalıdırlar. İlk öncə ginekoloqa, daha sonra genetika. Niyə ilk öncə dedim? Bütün infertil sonsuzluq problemləri, ginekoloji problemlərin ilk müraciət yeri həkim ginekoloqdur, nəinki genetiklərdir. Çox təəssüf ki, bugünkü gün biz ginekoloqlar ikinci bir yerdə durmuşuq. Birinci yerdə genetiklərin müraciət edirlər. Bu sözümü düzgün yəqin ki, başa düşər bizi izləyənlər nə barədə bunu deyirəm. Çünki bizə gələnə qədər bir çox bəzən lazımlı olan analizləri bugünkü gün bu cütlüyə, məsələn dediyimiz hansısa bir cütlüyə lazım yoxdursa, müayinələr, prosedurlar, onları icra edib gəlməsi heç də məqsədə uyğun deyil. Məsələn, 5 ilin evliliyinə sənin sonsuzluğunun səbəbi haşala analizinə bağlı, uyğunluğa bağlıdır. 6 dəfə, 7 dəfəlik terapiya, limfosit terapiyanın icra olunması bu sonsuzluğun müalicəsi deyil, altda yatan aspektləri araşdırmalıdır. Bunun üçün də genetik ginekoloq deyil və onu araşdıra bilməz. Çünki hazırda qarşımızda olan pasiyentin özləri də bizi eşidirlər, gözəl eşidirlər. Dosyasında 2 dəfə açıq over kistlərinə bağlı açıq kistektomi əməliyyatı oldu və sonsuzluqlarının əsas səbəbi over rezervinin olmaması, FSH-ın anonimliyi olsun deyə istəmədilər. Biz FSH-ını göstərə bilmirik. FSH 60-dırsa buna limfosit terapiyanın heç bir uyğun effekti olmayacaqdır. Yalnız və yalnız limfosit terapiya 1% halda effektiv olur. O da əgər uyğunluq göstəriciləri yüksəkdirsə və çoxsaylı inkişafdan qalmaları olubsa, sırf uyğunluğa bağlı genetiklə ginekoloqun həmrəy olması və bir yerdə bu qərarı verdikdən sonra bu diaqnoz qoyulmuşdursa, bəli, o zaman limfosit terapiya yox, dirək evdən durub limfosit terapiyaya gedib daha say çox olsun dosya kimi ki, doktor mən limfosit terapiya da elədim, genetik müayinələri də elədim, onu da elədim, hə, lap yaxşı. Onlar bizə bugün lazım deyil deyəndə, məsələn, siz cütlülər kimi o birilər də narahat olur. Nəyə görə? Nəyə görə? Uyğunluqla, uyğunluğun müalicəsi ilə heç bir hamiləlik baş tutmaz. Polikistik over sindromudursa 1 milyon saysız limfosit terapiya olunsun. Over rezerv yoxdursa saysız olsun. Frozen pelvikdirsə, yəni bunları biz çox bəsit bir şeylərdir, amma bəsit olsa da həkimlər üçün bəzən bu bəsitləri qloballaşdırıb aktual bir hala salmaq bu düzgün deyil. Çünki sonuc əvvəldə axırda uşaq, sonsuzluq, evlad olmamazlıq bunların hamısının sonu da əvvəldə ginekoloqdan başlayır və ginekoloqdan bitir. O acıdan mən kolleqalarıma üzümü tuturam, pasientlərə üzümü tutub deyirəm ki, ilk müayinələriniz ginekoloqun yanında olsun. Onunla genetikin kombinə qərarı nəticəsində olmalıdır. Yoxdursa, yəni bugünkü gün çoxsaylı pasientlərin genetik sonsuzluğunun genetika bağlanması bu düzgün deyil. Bir zamanlar vardı, məsələn, biz tələbə olanda bağlayırdılar, infeksiya var, uşaq olmur, infeksiya var, uşaq düşür, infeksiya var, əsaslandırılmamış bir nəzəriyyələr, fikirlər idi. Ondan sonra başladılar laxtalanma sisteminə. Yəni, hamıya aspirin verirdilər, kleksan, qansulandırıcı, enopar, kleksan və s. verirdilər. Bu lap gözəl. Əsaslandır.
antikoagulyant nədir, antiagregant nədir, nəyə antikoagulyant, niyə antiagregant? Hər çatana uşaq düşdü aspirin, hər çatana uşaq inkişafdan qaldı kleksan. Axı bunu əsaslandırmaq lazımdır. Nə zaman antiagregant, nə zaman antikoagulyant, nə zaman ikisi bir arada? Bu nəzəriyyə dövrünü də biz yaşadıq, gördük. Daha sonra başladı, bu dövrlə bir arada başladı, hormonal problemlərlə başladılar. Bu hormonal çox o qədər piyasada qalmadı. Nəinki infeksiya hala da davam edir. Qanın laxtalama sistemi bu faktorlarda davam edir. İndi son 3 ildir, 2 ildir aktuallaşıb genetik faktora bağlı hamilə qalınmı. Karyotip normaldır. Ondan sonra cütlüyün normal cinsi münasibəti yoxdur. Bugün cütlüyü gəlib bizim yanımıza 3 ildir normal cinsi münasibət olmur. İlk cinsi münasibəti ailə qurandan 3 ay sonra olub. 6 ayla 7 ayla cinsi münasibət olmur. Haşala limfositerapiya eləyir, haşala analizi verir. Bu heç bir effekt etməyəcək və bu yalnız zaman itkisidir. Zaman itkisidir. Ginekoloqla yenə deyirəm, genetikin kombinə qərarları nəticəsində bu işlər görülməlidir. Elə qərarlar var ki, genetikin qərarı bizdən qabaqdır. Elə qərar var ki, ginekoloqun qərarı o birilərdən qabaqdır. Amma ancaq, lakin bunu yadda saxlamaq lazımdır ki, limfositerapiya sonsuzluğun müalicəsi deyil. Və bu sözümü deyib altından imza atıram. Genetik problemlər dərmanla müalicə olunmaz. Bunu da deyirəm. Cütlüyü gəlir, doktor bizim genetik problemimiz vardı, mənim yoldaşımda xromosom patologiyası vardı, müalicə aldım, sağaldı. Hansı müalicədir? Hansı protokoldadır? Hansı ədəbiyyatdadır ki, bu müalicəni al, sənin Turner sindromun sağalacaq, mozaik Down'un sağalacaq, Klinefelterin sağalacaq. Elə bir şey mən bilmirəm, yoxdur. Və mən heç bir ədəbiyyat da oxumamışam. Bəlkə də bizim hər gün kitab oxusaq da o hissiyə çata bilməmişik. Sizləri gözəl Allaha əmanət edirəm. Arada ola bilər, biraz aqressiv danışdıq, arada ola bilər. O da ki, pasiyentlərlə biz üz-üzə qaldığımız an son sizə gəldi, son qərar sizsiz, son söz sizin olsun. Axırda da gedirlər, Natiq doktor bizim ümidimizi qırdı. Natiq doktor bizə dedi ki, yox, uşağınız olmayacaq. Over rezervi yoxdur. Bilateral oforektomi olubsa, hardan biz ona evladın olacaq deyək? Spermogramma azospermidir, testislər hipoplaziyadır, 1 santimetr testis yoxdur. Nə dərmanla sperm artacaq? Hansı dərmanla, hansı vitaminlə? Bax, bunlara görə siz də başa düşün, özünüz də qəşəng bilirsiniz. Ay, mən vitamin verəcəm, sənin sperman düzələcək. Ay, aşılama eləyəcək, spermanızı yuyacaq, xüsusi vitaminlər qatacaq, artacaq. Belə şeylər yol verilməzdir, bu ayıbdır da. Yəni, bizim xəstə ilə, kütlü ilə üz-üzə oturanda pasiyentlə bizim üçün ayıbdır ki, məsələn, gedib deyəsin, Natiq doktor edib, bunları sizə eləyəcək, bu olacaq. Yəni, bu, əgər düzdür, həkimlər bu sözləri pasiyentlərə deməz, pasiyentlərin deyir, aç toy yuxusunda darı görən kimi bəzən, hamıya aid deyil, bəzən pasiyentlərin beyninin fantastik bir sözlərini biz həkimlərə gəlib deyir. Ya, qoz yeyim, fındıq yeyim, şabalı deyim, mənim spermogrammam düzələcək, sıfırdan qalxacaq və ya sıfırı da qalxdı, elə bir şey yoxdur. Təsdiqini tapmayıb, təsdiqi tapılmamış bir şeylər, keçi buynuzu, ola bilər, var, bəkməzdir, o immunostimulyatordur, gücləndiricidir, amma təsdiqi tapılmamış, protokollara salınmamış, qalan bir ədəbiyyatlarda yoxdursa, qalan şeylər hamısı nağıldır. Qalan şeylər hamısı boşdur, küləkdir. Allah'a əmanət olun.